Bilirsinizmi, yeni xallar niyə yaranır? Buna səbəb hormonlarımızdır, yoxsa günəşdirmi? Xalların yaranmasında əsas səbəb ilk öncə genetik faktordur. Günəş və ya hormonlarımız xalların yaranmasına demək olar ki, təsir göstərmir. Xalların sayı anadan olandan 40-50 yaşa qədər arta bilər. Daha yaşlı pasientlərdə gördüyümüz seborreik keratozlar və ya xırda angiomalar müşahidə oluna bilər. Bunları pasientlər xal kimi görsələr də, əslində bunlar dərinin xoş xassiyəli törəmələridir və yalnız kosmetik bir defektdir. Bunlar pasientin dərisindən lazer ilə çox asanlıqla götürülə bilər. Ən əsas bilməli olduğunuz fakt odur ki, xalların sayı nə qədər çox olarsa, melanom riski də o qədər artmış olar. Ona görə də, əgər bədəninizdə çoxlu xal varsa, ildə bir dəfə dermatoloqunuzda dermatoskopik müayinədən keçməyi unutmayın. Mən dermatoloq Gülşən Əzizova.